hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Şəhidin səsinin bugünkü buraxılışında Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimiz Şirinov Ramil Arifoğlu, Əskərov Ələskər Zakiroğlu, Məmmədov Rasim Oqtayoğlu, Mahmudov Seymur Elsəməroğlu, Muradov Əzizbəy Etibaroğlu, Zamanov Xəzər Azəroğlu, Abdullayev Seyfi Fəqanoğlu, Camalzadə Asim Knyazoğlu'nun anım tədbirinə gəlmişik. Gəlin indi tədbirimizdən görüntülərə keçək. Değerli qonaqlarımız, değerli şəhid ailələri, hər birinizi xoş gördük. Bu günlər bilirsiniz ki, zəfər günləridir. Zəfər yaşayır bütün ölkəmizdə. İgid oğullarımız zəfəri bizə yaşatdılar. Qəhrəman oğullar sinələrini düşmən gülləsinə sipər etdilər. Bax, bu zəfəri bizlərə yaşatmaq üçün. Gəlin ilk öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Bugün qəhrəman oğulların anaları bizim aramızda əyləşir. Amma bugün məhz biz tədbirimizi həsr etmişik Azərbaycan Respublikasının suverenliyi uğrunda. Antiterror tədbirləri zamanı qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igid polislərimizin xatirəsinə Şirinov Ramil, Əskərov Ələskər, Məmmədov Rasim, Mahmudov Seymur, Muradov Əzizbəy, Zamanov Xəzər, Abdullayev Seyfi, Camalzadə Asim və bizim burada bir digər oğlumuz da var, Abbasov Zamin. Onların xatirəsinə həsr etdiyimiz bu tədbiri açıq elan edirik. İgid qəhrəman oğullar, hər birinizin xatirəsi bizlərin əbədiyyən yaddaşında yaşayacaq. Hər kəs çalışır ki, gücünün etdiyi qədər bax, qəhrəman oğulları unutmasın. Onların xatirəsini əbədi yaşatmaq üçün nələrsə etsin. Mən çox danışmaq istəmirəm. İndi isə bax, bu qəhrəman oğulların xatirəsinə həsr olmuş qısa bir video şarkı izləyək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların
canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Mənə qanat verən oldu ləhsən, adına adına vətən deyirəm, çölünə düzünə vətən
Gözlerim yolda kalıbdı sensiz, ölünce gözlerim seni. Hara gitsen yanımdayım, kumar gözlüm, gölgemde gizlerim seni. Süründürür beni hesret, çekirem sensiz eziyet. Bu ne talebi ne kısmet. Gözümün yaşları çağlar, yüreğim sızlayar ağlar. Geri dönmezler o çağlar. Bir nağıldır indi hemen senli günlerim. Şamala bəsdi mənə gözlərimdəki nur sən oğlum. Hər baxanda bu dünya mənim deyənə ən böyük səbəbim sən oğlum. Ən böyük səbəbim sən mənim həyatımsan oğlum. Olduğum yerin havası nəfəsdir mənə, sən mənim qanadımsan oğlum. Varlığın belə yaşamala bəsdi mənə, gözlərimdəki nur sən oğlum. Hər baxanda bu dünya mənim deyənə ən büyük sebebim sen oğlum, en büyük sebebim. Götür ondan tut. Bu dünyanın sen en güzel rengi oldun. Bu sevginin içinde bir sevgi oldun. Bizim eve sevincini bağışladın. Hayat senle başladı. Sen benim hayatımsan oğlum. Olduğum yerin havası nefesti mənə, sen benim kanadımsan. İnsafı yok, vicdanı yok, imanı yok. Burası dünya. Ve aslında hiçbir derdin dermanı yok. Burası dünya. Önü belli, sonu belli, yönü belli. Burası dünya. Amma təsəllin bircə budur, sən zirvəyə layiq şəhidsən. Haqqa qovuşdun, vəslinə yetdin, ölümünə aşiq şəhidsən. Vədinə eşq ilə əməl etdin, əhdinə sadiq şəhidsən. Yemekler de burada, borçta. Arkadan çekme daha, arkada benzin. Ya benzin. Bu akşam gedirəm gülüm, bilirəm gül üzün solacaq mənsiz. O videoları ki sizler göndermiştiniz, biz de onun esnasında hemen şarkı hazırladık. Ben bir daha sizin her birinize teşekkür ederim. Qəhrəman oğulları dünyaya getiren analar, atalar. Siz bir qəhrəman yetiştirdiniz. Vətən üçün canlarını siper eden
igid qəhrəman oğullar, vətənini, torpağını, ana qucağından çox sevən qəhrəman bir oğullar yetişdirdiniz. Dəyərli qonaqlarımız, bildiyiniz kimi məhz bizim tədbirimiz antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan 8 polisimizin xatirəsinə həsr olunubdur. Mən istəyirəm ki, elə sizin alqışlarınızla polis analarımızı bax bu kürsüyə dəvət edək. Raziye Hanım, size çok teşekkür ederim. Çok sağ olun ki bütün şehit sevenler sizi çok sağ olun diyelim. Çok teşekkür ederim. Var olun. Bütün şehitlerin, bizim bağlarımız, bütün Azerbaycan şehitlerimizin mekanları uca olsun, ruhları şad olsun. Onlar ölmeyirler. Onlar her zaman dirildiler. Kur'an da deyir, onu təsdiq edir ki, şəhidlər ölməzlər. Əziz tədbir iştirakçıları, əziz şəhid analar, bizim dərd ortaqlarımız, deyir dərddən, qəmdən, uşaq kimi qaraya bülənən analar. Bugün bizi tək qoymadığınız üçün sizə təşəkkür edirəm. Bugün hamınız bizim yanımızdasınız. Allah hamımızın balasına rəhmət eləsin, məqamları uca olsun. Mən də 8 polisimizdən biri olan Mahmudov Seymur'un anasıyam. O Seymur ki, 11 il, 3 ay, 6 gün dövlətinə sədaqətlə xidmət göstərdi. Və axırda da arzularını vətənlə qurban verdi. Raziye Hanım, çox sağ olun, sizə təşəkkür edirəm. Allah razı olsun sizden. Bugün bizi bura yığdığınız için, bizim uşaqlarımıza tədbir keçirdiyiniz için. Bugün Seymur'un iş yoldaşları, polis həmkarları buradadır. O uşaqlara da sağ olun deyirəm. Bizi heç vaxt unutmadınız, bizi yaddan çıxartmadınız. Həmişə bizim yanımızda oldunuz. Çox sağ olun, var olasınız. Qonaqları, polislərimizi, Raziye Hanım, çox sağ olun, var olun. Bu cür şəhidlərə dəyər verirsiniz. Allah sizdən razı olsun. Mən də şəhid Əziz bəyin anasıyam. Mənim oğlum 44 günlük müharibədə olmuşdu. Aprel döyüşlərində də hərbi xidmətdə olmuşdu. O 8 polislərlə bir yerdə 17 gün komada qalandan sonra şəhadətə ucaldı. Allah bütün polislərimizi qorusun. O yoldaşlarım da sağ olun bana. Bizləri tək qoymursunuz, həmişə gəlib yoxlayırsınız. Ölkənin içində, ölkəmizi Allah həmişə uca eləsin, prezidentimizi həmişə uca eləsin, bayraqlar içində bayrağımızı uca eləsin, müəllimlər də sağ olsun ki, uşaqlara vətənpərvərliyi öyrədirlər. Hər vaxt yanımızdadır. Çox sağ olun, Raziye Hanım. Əziyyət çəkib gələnlər, hamımızı yenə deyirəm, öz minnətdarlığımızı bildirir. Ana kimi, ağrımız, yaralı ana kimi. Şəhid analarımız, hamımızın dərdinə qurbanız, bizim də balalarımız belə bizə tarix yaşatdı, zülüm çəkən analar. Raziye Hanım, Allah sizdən razı olsun. Əziyyət çəkib gələnlər, polislərimiz, tədbirdə iştirak edənlər, hamımıza öz minnətdarlığımızı bildiririk. Mən də 8 polislərimizdən biri Seyid Abdullah anasıyla nişanla 2 gün qalmış. Ad günündə nişan olacaqdı. Nişanla 2 gün qalmış, şəhid oldu. Nişan olmayan nişan isə qalmıyor. Bir oğul anası. Öz arzularımız, gözəl həyat olur, gözəl arzularım. Torpağına, bayrağına qurban verən bir oğlum, igid oğlun anası. Bütün Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid analarının hamısına Allah dözüm səbir versin. Bir müəllimə kimi sizə təşəkkür edirəm. Bir ana kimi sizə minnətdaram ki, belə qəhrəman oğul böyütmüsünüz. Buyurun. Mən çox üzr istəyirəm. Yəni, nə qədər desək də qürur duyuruq, amma çox ağrılı, acılı bir hallar yaşayırıq. Mən bütün şəhid analarımın qarşısında baş əyirəm. Əvvəla bir müəllimə kimi, bir ana kimi. Mən də mənim ilmin yeganə oğlu evladı Məmmədov Rasimin anasıyam.
Rasimim mənim öz işlədiyim məktəbi bitirmişdi, ali təhsilli idi, həyatının 13 ilini Çevik polis avarında xidmət edirdi. Mən çox danışmayacağım. Çox sağ olun Raziyə xanım, çox sağ olun əzizlərim, hər biriniz. Burada iştirak edən hər kəsə minnətdarlığımı bildirirəm. Çünki bilirəm ki, bu ağrı acını yaşamaqda biz bir-birimizə ancaq şərikik. Bugün ayaq üstə durmağa çalışırıq ki, o uşaqlarımızın xatirəsini unutmayaq. Mən sözümü bu sətirlərlə bitirmək istəyirəm. Dur gəl boyuna qurban, mənim şəhid polisim, qəhrəman zirvəsinə ucalan igid Ramil. Səsiniz qulaqlarda, Rasim, Əziz bəy, Asim, Ələsgər, Seymur Xəzər, seyfi gəlməz bir daha. 8 igid polisim, əmanətsiz Allaha. 8 igid polisim, əmanətsiz Allaha. Bizim bir çox qonaqlarımız var. Mən istəyirəm ki, hər zaman şəhid ailələrinin yanında olub, onlara diqqət qayğısını əsirgəməyən, mən ona şəhidlərin aşıqı deyirəm. Kifayət xanım Bayramova aramızdadır, onu dəvət edirəm. Buyurun Kifayət xanım. Salam olsun oğulları dünyaya gətirən siz qəhrəman Azərbaycan xanımlarına, şəhid analarına. Salam olsun bədən əzalarını şəhid vermiş, o şəhid yadigar olan qazilərimizə. Salam olsun vətənimizi qoruyan, vətənimizin keşiyində gecə-gündüz yorulmadan duran əskər zabitlərimizə və bizim polislərimizə sizi salamlayıram. Və siz kimi o qəhrəman oğullarla bir sırada olmaq, çiyin-çiyinə işləmək və o adı qürurla daşımaq biz Azərbaycan xanımına nəsib olubsa, nə xoş bizlərin halına. Analar, mən sizlərlə qürur duyuram, fəxr edirəm ki, mən Azərbaycanlıyam və Azərbaycanın bu cür ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəman, igid oğullar, məhz mənim qəhrəman analar, siz Azərbaycan xanımları dünyaya gətirmişsiniz. Bəli, biz şəhidlər haqqında sonsuz danışa bilərik. Onların qəhrəmanlığı haqqında, onların həyat yolları haqqında. Ancaq ən gözəl sözü, ən gözəl misranı elə bizim Quran-ı Kərimimizdə Allahımız buyurur. Siz şəhidlərə ölü deməyin. Onlar ölməyiblər, onlar əbədi ölümsüzlüyə qovuşublar. Hər zaman şəhid ailələrinin yanında olan və onlara bir oğul kimi öz diqqət qayğısını göstərən Kamil müəllim Babayev, mən sizi dəvət edirəm bu kürsüyə. Zəhmət olmasa buyurun. Raziyə xanım, çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Və bu möhtəşəm tədbirdə ilk öncə bildirmək istəyirəm ki, Azərbaycan Respublikası şəhid ailələri, Əlillər və Müharibə Veteranları Müdafiəsi İctimai Birliyinin rəhbəri, hər iki müharibənin iştirakçısı, igidlik medalına sahib olan Cənab Tahir Məmmədovun adından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını sipər etmiş şəhidlərimizin valideynlərini Allahdan səbir diləyir və onlara rəhmət diləyir. Mən bir Azərbaycan vətəndaşı olaraq və eyni zamanda adını qeyd etdiyim İctimai Birliyin sədr müavini kimi ilk öncə dəfələrlə mütəmadi olaraq şəhid tədbirlərinin təşkilatçılığında və geniş miqyaslı tarix yazan şəhidlərimizin kitab şəklində o tarixi bizim xalqımıza çatdıran qızıl qələm sahibi olan Raziyə Kamil qızına təşəkkür edirəm. Bugün dünən və ömrümüzün sonuna qədər necə ki xidmətimizi davam etdirmişik, bundan sonra da xidmətimizi arxa cəbhədə davam edəcəyik. Və Azərbaycan Respublikasının polis haqqında qanunvericiliyin 8-ci maddəsinə əsasən Azərbaycan polisi şərəf və ləyaqətlə xidmət etmiş və bugün də həmin xidməti davam etdirir. Bizim şəhidlərimizin sırasında tək milli ordudan deyildi, könüllülər də var idi. İkinci Vətən müharibəsində
həm polislər, həm digər güc strukturları və eyni zamanda vətəndaşlarımız da Azərbaycan Respublikasının silahlı qüvvələrinə dəstək məqsədi ilə tam yüksək səviyyədə Ali Baş Komandanımızın döyüş əmrinə tabi olaraq eyni zamanda Azərbaycan Respublikasının silahlı qüvvələrini və Azərbaycan xalqının həmrəyliyini, birliyini və gücünü düşmənə göstərmək məqsədi ilə can dildən döyüşmüşdür. Biz çıxışlara bir balaca ara verək. Burada bizim çox dəyərli, deməli, aktyorlarımız iştirak edirlər. Şəhid dostların cənnətdə görüşü. Balaca bir səhnəcik göstərəcəklər. Qafqaz Eksperimental Dram Teatrının direktoru Polad Ağa İbrahimov müəllimə öz dərin təşəkkürümü bildirirəm. Aktyorlar Tofiq Əhmədli, Fərhad Nərmanlı. Dəvət edirəm sizləri kürsüyə. Bu nə cənnətdir belə? Dünya nə gözəliymiş. Şəhid anaları, şəhid ailələri. İlahi, nə olardı, bir dəfə dostumu görərdim mən. Dostum! Salam qardaş. Hoş geldin. Sən bana eşitdiyim, elə bildim mən sandım. Mən də. Necəsən? Sağ ol qardaş. Burada necə olmaq olar? Bax, torpaqlarımız azad olur. Biz də cənnətdəyik. Bəli, biz əsgərlər gəldik ki, vətənimizi, Azərbaycanımızı, anamızı, atamızı qoruyaq. Bizə gələn güclər bizi öldürmədi. Biz sadəcə libasımızı dəyişdik. Doğrudur qardaş, doğrudur. Bax, gör vətənimiz necə də gözəlləşir. O bayrağı görsən? Hə. Bax, nə cüdan dalğalanır. Bax, biz orada şəhid olmuşduq. Ən gözəl də bilirsən nədir qardaş? Nə? Analarımızın alnındakı qürur yazısı. Mən buradan onları görürəm. Onların hər bir xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Onların gözündən axan yaş, sevincli rəmzidir, xoşbəxtlik rəmzidir. Heç pis olma. Onlar bizim analarımızdır. Qardaş, bax, cənnətin qapısında bir işıq var. Elə bir kimsə bizim üçün dua edir. Onlar bilirsən kimdir? Kim qardaş? Mən sənə deyim, analarımız, atalarımızdır. Onlar hər gün axşam ağlayırlar, səhər sübahı isə bizim üçün dualar edirlər. Amma töklər hər bir göz yaşı, sevincin göz yaşıdır, xoşbəxtliyin göz yaşıdır. Heç pis olma. Qoy analarımız heç vaxt ağlamasın. Heç vaxt ağlamasın. Vətən üçün can verən oğlanlar heç vaxt ölməz. Biz adımızla yox, amalımızla yaşayırıq. Biz hər zaman yaşamışıq və hər zaman da yaşayacağıq. Qarabağ artıq bizdədir qardaş. Qarabağ Azərbaycan. Qarabağ Azərbaycan. Polad həqiqətən də həmin o teatrın direktoru Poladdır. Yəni çox istedadlı, çox vətənpərvər bir gəncdir. Bu yaxınlarda bizim məktəbdə Zəfərin 5 illiyinə aid böyük tədbir keçirildi və mən bu səhnəciyi orada gördüm. Həqiqətən də inanın ki, elə bir neçə gün onun təsiri altında yaşadım. Sanki bunlar bizim oğullarımızdan elə bir xəbər gətirmişdilər. Yəni o qədər mənə təsir elədi. Çox sağ olun Raziyə xanım ki, yəni təklifimi qəbul elədiniz, uşaqlar da gəldilər, sağ olun, sözümü yerə salmadınız. Mən bugün bir müəllim kimi ayaq üstə dururam, ona görə ki, mən bax, belə uşaqlar yetişdirirəm. Belə vətənpərvər, yəni bizim oğullarımızın qısasını ala biləcək, biz anaların qayğısına dura biləcək oğullar yetişdirirəm. Mən sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ ol Polad, çox sağ ol ki varsınız, çox sağ ol ki belə vətənpərvər oldu, biz analara dəstək dayaqsınız. Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri Ülviyə xanım buradadır. Mən istəyirəm ki, Ülviyə xanımı dəvət edim, onun da öz ürək sözləri var. Hər kəsi salamlayıram. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən cəm şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Torpaqlarımızın azadlığı uğrunda əskər zabitlərimiz, könüllərimiz, polislərimiz öz sağlamlığından olur. Onlara da Allah təşəkkür edirəm. Bəli, vətən bizim canımızdır, bayraq bizim qanımızdır. Biz illərlə həsrət qaldıq torpaqlarımıza və ya Kamil müəllim düz dedi. Raziyə bəlkə bu qədər vətənpərvər olmağına ilə vətən həsrətidir. Çünki mən də Cəbrayılıma o qədər həsrət çəkirdim ki, heç vaxt inanmırdım ki, nə vaxtsa bir möcüzə baş verər, biz o torpaqlara yenidən qayıda bilərik, yenidən dönə bilərik.
Ancaq doğrudan da bir ordunun əgər generalı, başçısı, sərkərdəsi böyük siyasəti yüksək səviyyədə bilirsə, o ordu məğlub olmaz. Azərbaycan Respublikasının Ali Başkomandanı Cənab İlham Əliyevin böyük siyasəti, xalqın sevgisi, ordunun gücü. Biz qalib olduq. Və qalib ölkənin qalib xalqıyıq. Bizim igid qəhrəman verən analarımız ağlamasın. Çünki onlar bütün vətənə nur verirlər, işıq verirlər. Onlar öz göz bəbəklərin bu torpaqlar üçün qurban verdilər. Hər zaman şəhid ailələrimizin yanında olaraq onlara mənəvi diqqət yetirsin. Özü qürbət eldə yaşasa da çalışır ki, Azərbaycana gələndə, doğma vətən Azərbaycana gələndə birinci işi şəhidlər xiyabanını ziyarət etmək olur və gücü çatdığı qədər də şəhid ailələrini ziyarət edir. Mən Leyla xanım Əhmədovanı dəvət edirəm. Buyurun Leyla xanım. Şəhid analarını salamlayıram. Qazi qardaşlarımız var, burada polis qardaşlarımız var. Hər birinizi salamlayıram. Şəhid anaları hər birinizin qarşınızda baş əyirəm. Bəli, Raziyə xanım düz vuruladı. Mən hər gəlişimdə birinci özümə borc verirəm. Şəhidlər xiyabanını ziyarət edirəm və çalışdığım qədər də şəhid analarının yanında, qazilərimizin yanında oluram. Mən şəhidlərimizlə qürur duyuram. Başımızın tacıdırlar şəhidlərimiz və qazilərimiz. Hər şəhidlər bizim başımızın tacıdır, əlbəttə ki. Ancaq anti-terror polislərimiz mənim ən yaralı yerimdir demək olar. Onlar şəhid olanda mən Rusiyada olanda gəldim. Çox pis oldum. Hər birinizin qarşınızda baş əyirəm, analar. Mənim də az da olsa sizə bir balaca hədiyyəm var. Məncə qiymətli hədiyyələr. Mən istəyərdim analar buraya çıxsınlar, kimlərin adı var, Raziyə xanım, onlara təqdim edeyim. Sağ olun, var olun. Yaşasın bizim gözəl Azərbaycan xalqımız, yaşasın bizim gözəl ordumuz, Ali Baş Komandamız və Azərbaycan həmişə öz Azərbaycanını tanıtdı hər yerdə, qürbətdə yerdə olsa biz qürur duyuruq bizim Azərbaycanımızla. Mən istəyirəm ki, ilk öncə müəlliməni dəvət edim. Müəllimə gəlib məktəb və məktəblilər haqqında məlumat versin, sonra isə məktəblilərin çıxışını dinləyək, sonra bizim tədbirimiz davam edəcək, çıxışlarımız olacaq. Hamını salamlayıram, bütün şəhid analarına, burada iştirak edən polis qardaşlarımıza, hamınızı salamlayıram. Biz bugünkü gündə bu tədbirə gəlmişik, uşaqlarımızla Xırdalan şəhər dövrələri tam orta məktəbdə hazırlaşaraq gəlmişik. Hər zaman biz şəhidlərimizin naminə, vətən naminə hər zaman tədbirlər keçirməliyik. Bu bizim vəzifə borcumuzdur. Bugünkü gündə də buraya yığışmışıq. Azərbaycan Respublikasının suverenliyi uğruna, ərazi bütövlüyü uğrunda həlak olan polis qardaşlarımızın tədbirinə Allah onlara rəhmət eləsin. Qəbirlərin nurlandı olsun. O vaxt mən bir məqam xatırlatmaq istəyirəm ki, mən bunları yaşamışam. Mənim atam da keçmiş polis mayoru olub. O vaxt 1990-cı ildə bu hadisələr baş verəndə 1990-cı ildə yanvarın 19-undan 20-sinə keçən gecə polislərdən silahları yığdılar həmin gecə. Yəni mən bunun şahidi olmuşam. Axşamınız xeyir. Raziyə xanım, birincisi təşəkkür edirəm ki, gözəl bu dəyərli şəhid analarımıza hər bir tədbirlərdə iştirak edirsiniz. Allah sizə can sağlığı versin, Allah bu gözəl qəlbinizə görə versin. Və gözəl, dəyərli şəhid analarımız, hər birinizin qarşısında bir Azərbaycan xanım kimi baş əyirəm. Keçmiş bir polis əməkdaşı olaraq mənim əməkdaşlarım burada oturub və 8 dənə polisimizin anaları burada oturub. Çox məsuliyyətli, çox yuxusuz gecələr, çox əziyyətli, yağışlı, qışlı havada olan hər bir halda bütün Azərbaycan xalqını qoruyan polislərimiz. Mən birinci Ali Baş Komandamıza, birinci xanımıza, General Polad Həşimova, yəni ilk 14 aprel şəhidlərimizə və General Polad Həşimovla başladı bizim bu Qarabağımız.
Özüm bir Qarabağlı xanım olaraq, Laçınlı bir xanımam. 30 ildən, 33 ildən sonra bizə bu gözəl Qarabağı qaytaran şəhidlərimiz, fərq etməz 20 yanvar şəhidlərimiz, 92 şəhidlərimiz, polislərimiz, hər bir şəhidimiz, Azərbaycanın hər sahədə olan bir şəhidin ailəsinin, analarının qarşısında baş əyirəm. Heç vaxt onlara borcumuz bitməyəcək. Onlar gözəl oğullar böyütdülər. Biz bugün azad yaşayırıq, gəzirik, hər bir şeyi rahat edirik. Hamısı o şəhidlərimizin sayəsindədir. İctimai Birliyinin sədr müavini Ayna xanım Allah yar qızı. Onu dəvət edək. Çox dəyərli şəhid anaları, dəyərli tədbir iştirakçıları, əziz qazilərimiz və polislərimiz. Mən də hər birinizi bu Zəfər Bayramı ərəfəsində salamlayır və hər birinizə uca yaradandan can sağlığı diləyirəm. Bugün söz xatirinə yox, həqiqətən burada danışılan hər bir söz ürəkdən gələn bir sözdür ki, o şəhidlər, hər zaman dediyim bir söz var ki, şəhid sonradan, qəhrəmanlar sonradan olmur. Qəhrəmanlar elə qəhrəman da doğulur və şəhidlik də hər insana nəsib olmur. Onlar Allahın seçilmiş bəndələridir və onların anaları da seçilmiş analardandır. Allah sizlərə can sağlığı versin. Şəhidlər ölmür, şəhidlər ucalır. Amma şəhidlər öldüyü, ucaldığı gün analar ölür. Mən bu günlərim o qara yaylıqların altındakı ağ saçları görürəm. Onlar sizin övladlarınızın bərk vuran ulduzlarıdır. Onlar bu dünyada siz yaşadırsınız. Ona görə də özünüzü qoruyun. Həqiqətən də onların biz hər zaman bildiyimiz şəhidlər ölmürlər. Biz hər bir insan bu həyatdan köçüb gedəcək, amma qəhrəmanlıqla zirvələrə ucalmaq, o hamıya nəsib olmur. Bəzən elə insanlar döyüşə gedəndə Allahdan şəhid olmağı diləyirlər, amma o onların qisməti deyil. Bu deməli, siz seçilmişlərin övladlarıdır. Döyüşçü qardaşlarımız var, mən onlara da sonsuz təşəkkür edirəm. Cəbrail müəllim, təşəkkür edirəm, bugün gəlmişsiniz, tədbirimizdə iştirak etmişsiniz. Bax, orada əyləşib bizim döyüşçü qardaşlarımız, minnətdaram sizə, var olasınız. Hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Dəyərli vaxtınızı ayırdınız, gəldiniz, var olasınız. Allah hər birinizdən razı olsun və dəyərli polis analarımız. Bu tədbiri mənə etimad etdiyiniz üçün mən sizin hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Və bildiniz ki, bir neçə gün öncə yazmışdım bu şeiri. Mən bunu əslində sizlər üçün gətirmişdim. Çəkilişə düşməsin deyə mən bunu burada eləşən polis qardaşlarımıza hədiyyə edəcəm. Onlar da öz silahdaşları haqqında yazılmış sözləri oxuyarlar, əbədiyyən yaddaşlarında saxlayarlar yəqin ki. Hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun ki, gəldiniz, bugün tədbirimizdə iştirak etdiniz. Bugün vətən torpaqlarımız öz azadlığına qovuşdu. Bugün hər birimiz bir dövlət olaraq, bir millət olaraq, bir xalq olaraq birləşdik. Zəfəri yaşadıq. Bunun üçün rəşadətli ordumuza, Ali Baş Komandanımız İlham Əliyev cənablarına sonsuz təşəkkürümü bildirirəm öz adımdan. Çünki bugün mən rahat doğulub boya başa çatdığım torpaqlara gedə bilirəm. Arzularımın, xəyallarımın, gəncliyimin, uşaqlığımın puç olduğu o torpaqlara bugün mən qədəm basıram. Sizlərin qəhrəman oğullarının rəşadətli ordumuzun sayəsində və Ali Baş Komandanın müdrik siyasəti nəticəsində. Mən hər birinizə sonsuz minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Allah sizdən razı olsun. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, var olsun rəşadətli ordumuz. Gündən günə yüksəklənən Azərbaycanımıza eşq olsun. Yaşasın Azərbaycan. Bu günlərdə biz hamımız Zəfərin 5 illiyini böyük əzəmətlə, qürurla qeyd elədik.
və həmin bu silsilə tədbirlər davam eləyir. Bu tədbirlərin həyata keçməsində mən bütün Azərbaycanlı balalarına, bütün vətənpərvər evladlarımıza, şəhid sevərlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Çünki sizlər olmasaq bizim oğullarımız yaddan çıxar. Biz analar, biz şəhid anaları bugün öz oğullarımızı qürurla yad edirik. Çünki onları vətən yolunda onlar canlarını qurban verdilər. Mən 19 sentyabr 2023-cü ildə keçirilən antiterror lokal hadisələrində şəhadətə ucalan polis serjantı Rasim Məmmədovun anasıyam. Onlar birlikdə 8 polis, ilk antiterrorun qurbanları 8 polislər oldular və onların şəhadətindən sonra hərbiçilərimiz bu əməliyyata qoşuldular və 23 saat ərzində Azərbaycanın ən böyük bölgələri, Qarabağımızın ən əzəmətli bölgəsi olan Xocalıq, Xocavənd azad olundu və noyabr ayında bizim Ali Baş Komandan Xankəndində zəfər paradı, hərbi parad keçirdi. Bu əzəmətə görə, bu qürura görə mən başda Ali Baş Komandanımız, bizim ordumuz, bizim xalqımıza öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizlənsiz, çox sağ olun ki, oğullarımızı yaşatmaqda bizə təsəlli verirsiniz, bizə dəstək olursunuz. Mən Mahmudova Gülnarə, şəhid polis Mahmudov Seymurun anasıyam. Bugünkü tədbirdə bizim 8 çevik polis alayının şəhid polislərinə həsr olunmuşdur. Allah bu tədbiri təşkil edən hər bir kəsdən razı olsun. Nə deyə bilərəm? Şəhidlər ölməzdir, şəhidlər həmişə yaşayır. Biz analar da həmişə istəyərik ki, balalarımızın bu cür tədbirlərdə adı çəkilsin. Bu cür tədbirlərdə biz analar da iştirak edəyək. Hər bir kəsə öz təşəkkürümü bildirirəm. Sağ olun, Allah hamımızdan razı olsun. Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü 30 kitab müəllifi Raziyə Kamil qızı bugün zəfərə gedən yollarda qəhrəmanlar can verir yurdu yaşatmaq üçün vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsi ucalan igid oğulların xatirəsinə həsr olmuş bizim tədbirimiz oldu. Tədbirdə şəhid ailələri, müharibə veteranları, müharibə iştirakçıları, ictimai birlik nümayəndələri, çevik polis alayının deməli zabitləri, gizirləri iştirak etdilər. Bu tədbirimiz məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsi ucalan igid oğullardan biri olan, yəni bir neçə şəhidimizin birlikdə xatirəsinə həsr olmuşdur. 8 polisin xatirəsinə həsr olunmuş. Bugün tədbirimizin həm rəsmi hissəsi, həm bədii hissəsi keçirildi. Tədbirimiz ilk öncə Azərbaycan Respublikasının dövlət himni Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın xatirəsini ehtiramla yad etməklə başladı. Daha sonra çıxışlar oldu və tədbirin sonunda məktəblilərin şeirlər söylədilər. Deməli, tamaşalar keçib, səhnəciklər göstərdilər və hər kəs sonda öz təəssüratlarını bölüşərək xatirə şəkilləri çəkdirdi. Mən sizlərə gələcəkdə işlərinizdə uğurlar diləyirəm. Bəli, hörmətli izləyicilərimiz, biz Şəhidin Səsinin bugünkü buraxılışında qəhrəman şəhidlərimizin xatirələrindən, unudulmaz anlarından və dəyərli sözlərindən danışdıq. Buraxılışımız burada sona çatır. Gələn görüşlərdə görüşənədək. Sağ olun.